Herkese salam, kanalıma ve videoma hoş gəlmisiniz. Deməli, bugün nə videosu çəkirik? Bugün özüm haqqında 50 sualı cavablandırıram videosu çəkirəm. Keçən dəfə post paylaşmışdım ki, mənim haqqımda sizə maraqlı gələn hazırlıq müddətim haqqında, 682,5 bal toplamağım haqqında və s. Yəni ümumiyyətlə mənim haqqımda bu hazırlıq müddəti haqqında sizə maraqlı gələn suallar varsa hamısını yazın, onları götürüb videoda cavablandıracağam demişdim. Bir xeyli sual gəldi. Sadəcə bunu qeyd etmək istəyirəm ki, həmin suallardan bəzilərini mən götürməmişəm. Hansı tipdə olanları götürməmişəm. Deməli, mən o sualları belə deyildi, o postu paylaşarkən özüm də belə deyil, nə məqsədlə paylaşmışdım. Mənim haqqımda, hazırlıq müddətim haqqında sizə maraqlı gələn sualları cavablandıracağam o formada. Amma bu tip suallar gəlmişdi ki, məsələn 9-da 250 bal almışam, 11-də çox çalışaraq 650 balı keçə bilərəmmi və s. Yəni bu tipli suallar var, onları götürməmişəm. Çünki buna aid bu tip hazırlıq müddəti tövsiyələri videolarım zaten kanalda çoxdur. 682 rubrikası bitdi bu yaxınlarda. Orada 6 videom var və 6 videonun hamısında tövsiyələr verirəm, yəni hazırlıq müddəti haqqında. Ona görə tip sualları artıq bu videoda cavablandırmayacağam, çünki artıq danışmışam o haqqda, zaten çox danışmışam hazırlıq müddəti haqqında. Sadəcə olaraq bugün dedim ki, belə bir video çəkim, bəlkə danışmadığım, sizə maraqlı gələn fərqli tipli suallar olar, onları cavablandırıram. 50 dənə sualımız var, götürmüşəm, hamısını kompüterdə qeyd eləmişəm və bugün onları bir-bir cavablandıracağım. Bunu deyim ki, belə çox vaxt sərf eləyərək yazmadım sualları, biraz tələsik yazdım. Ona görə təkrar tipli, bir-birinə oxşayan tipli suallar bəlkə ola bilər. Onda neyiniyək? Başlayaq 50 sual rubrikasına, belə deyək. Bunu da qeyd edeyim ki, sualları bacardığım qədər tez-tez cavablandıracağım. Çox ətraflı, uzun-uzun danışmayacağım haqqında, çünki sual sayı çoxdur, video çox uzun olmasın, sizi də yormayın. Birinci sualdan başlayırıq. İlk başlarda bacarmayacağını düşünmüsənmi? Belə deyək, ilk başlarda yox. Amma hazırlıq müddətinin ortalarında, müəyyən yerlərində bəzən düşünmüşəm ki, bacarmayacağam. Xüsusilə məsələn, dərs oxuyarkən, məsələn, fizika oxuyarkən bəzən olurdu və ya riyaziyyatda müəyyən bir mövzuya hazırlaşarkən mövzunu tam anlamırdım deyim. Mənə də elə gəlirdi ki, onu anlamıramsa nəsə getmir, həvəsdən düşürdüm. Deyirdim ki, imtahanı da yaza bilməyəcəm, belə olacaq, elə olacaq. Arada bir belə, yəni həvəsdən düşmələr, motivasiyamı təmiz itirdiyim vaxtlar olurdu. Yəni ümumi olaraq bacarmayacağımı düşünürdüm, bəzən düşünürdüm, amma əlbəttə ki, sonradan özümü toparlaya bilirdim. Amma bəzən belə hiss eləyirdim, yəni ki, birdən alınmaz, birdən bacarmaram, bu hamıda olur, əlbəttə məndə də olurdu. İkinci suala keçirik. Günlük ekran müddətim nə qədər idi? Bu sualda çox verilir. Hal-hazırda telefonla video çəkdiyimə görə telefondan göstərə bilməyəcəm, amma ortalama deyə bilərəm ki, hazırlıq müddətində, yəni imtahana hazırlaşdığım müddətdə vaxt telefon müddətim 2-3 saat belə dəyişirdi. 6 bazarlar, 6 demək 6-cı kursum var idi. Bazar günləri isə boş olurdum. Bazar günü 5-6 saat belə yüksək olurdu. Amma hazırlıq müddətində ümumi olaraq az idi, yəni. Bəzən məsələn ortalama 3-4 saat olurdu. Onun da bir hissəsi hazırlığa görə, məsələn videoya baxdığım, videoya baxmağıma gedirdi. Ortalama yəni bu qədər idi. Hazırlıq müddətində belə 2 saat, 3 saat ortalama. Amma bu dəqiqə dəhşət çoxdur. 8 saat, belə 9 saat olur hal-hazırda. Çünki artıq ixtisas seçimini gözləyirəm. Sabah başlayacaq bu videonu çəkdiyim günə nəzərən. Yəni bunu 11 avqustda çəkirəm. Bəlkə də siz izləyəndə artıq başlayıb. Çünki bunu mən hələ edit eləyib eləyənə kimi biraz gec olacaq. Nəysə, uzun sözün qısası aşağı olub ekran müddətim. Amma belə istirahət vaxtları, məsələn Novruz bayramı olsun, tətil olsun, çox artdığı günlər olub həqiqətən. 8-9 saat olduğu günlər olub. Yəni tətillərində xüsusilə çox olur. Məsələn bu son aylarda falan ortalamaya baxsaq yüksəkdir. Belə 7 saat, 8 saat, 9 saat, bəzən 10 saata kimi qalxdığı günlər olur. Bu qədər. Belə yəni. Dəyişir. Amma hazırlıq müddətində həqiqətən yəni telefon müddətim aşağı olub. Bu son vaxtlar çoxalıb nəsə. Üçüncü sual. İmtahanda sualları necə çatdırdın və fənləri hansı ardıcıllıqla işlədin? Yəni cavablandıraq. Sualları necə çatdırdım? Əlbəttə ki, əvvəldən özüm belə deyək də sınavlara çox getmişəm və buna görə də məndə artıq o baza, o belə deyək, imtahan mühitinə uyğun idim, belə deyək, uyğunlaşa bildim. Və fənləri hansı ardıcıllıqla işlədim? Bunu düzdür cavablandırmışdım, amma qısaca tez deyək. Fənləri necə işlədim? Buraxılış imtahanında deməli başladım, ingilis dilini tam bitirdim. Keçdim Azərbaycan dili qaydaları bitirdim, riyaziyyatı tam bitirdim. Ən sonunda isə Azərbaycanın 2 mətnini işlədim. Blok imtahanında isə birinci riyaziyyat, sonra fizika, sonunda isə informatika bu ardıcıllıqla işlədim. Dördüncü sual. Riyaziyyatdan açıq sualları necə yaxşı yazdım?
ətraflı danışmaq olar bunun haqqında, amma yenə qısaca qeyd etmək istəyirəm ki, özümdə məndə riyaziyyat bazası çox güclüdür. Yəni dərslikləri bu vaxta kimi bütün məktəb dərslərini işləmişəm, 11-ci sinifə kimi hamısı işləmişəm. Bu məndə əlbəttə ki, belə hər növ suala hazır idim və belə deyək, topları da bir-bir işlədiyimə görə belə deyək, çox deməyim, səmərəli şəkildə və lazımlı vəsaitləri işlədiyimə görə artıq mən hər sual tipinə belə deyək hazır idim. Ona görə suallar məni qorxutmadı və açıq sualları rahatlıqla işləyə bildim. 5-ci sual. Gündə neçə saat dərs oxuyurdum? Bu da çox gələn suallardan biridir. Ortalama olaraq gündə belə deyək, mən hazırlıq müddətində 1, 2, 4 və 6-cı günlər kursdaydım. 3-5 bazar boş idim. Əlbəttə indi 3-5 məktəb olurdu. Kursda olduğum günlər məktəbə gedirdim. Məktəbdən gəlirdim saat 2-də çatırdım evə. 3-də kursa gedib 8-də də evə gəlirdim. Çox az vaxtım qalırdı gecə. Həmin o gecədə 2-3 saat oxuyurdum. Bəzən 4 saata kimi gedirdi, çünki yatmırdım 2 kimi, 3 kimi dərs oxuyurdum bəzən. O hazırlıq olan günlərim. Bəzi günlər isə, yəni boş olduğum günlər isə, yəni məktəbdən gəlirəm, axşama kimi boşamdı, yəni gecəyə kimi. Həmin günlər 8 saat, 9 saat belə yəni dərs oxuduğum müddətlər həqiqətən olurdu. Xüsusən mən 10-cu sinifdə dərs oxumağa çox vaxtım gedirdi. Çünki 10-cu sinifdə mən bazanı yaxşı qurmağı hədəfləmişdim və bacardığım, istədiyim kimi də oldu. 10-cu sinifdə həqiqətən çox idi dərs oxuma müddətində. Gün ərzində belə deyək, ortalama belə deyək, lap yuxarı olanda 8 saat, 9 saat olurdu. Ortalama da 7-8 saat dərs oxuyurdum gün ərzində. Belə deyək, 11-ci sinifdə də eyni, yəni belə ortalama 7-8 saat. Əlbəttə ki, indi əlavə nəzərdə tuturam. Yəni kursda da dərs oxuyurdum, məktəbdə də dərs oxuyurdum. Onları da əlavə etsək, ümumiyyətlə bütün günüm dərs oxumaqla keçirdi deyə bilirəm. Ağır dövrləridir, yəni belə istirahət günləri də olmamalı. 6-cı sual. Hazırlıq zamanı etdiyin və sonradan peşman olduğun səhvin varmı? Yox, belə bir ciddi bir səhvim yoxdur. Bəzən ola bilər ki, məsələn, Azərbaycan dilindən mücrü vəsaitin gərək çox ciddiyə almadan işləyərdim, belə deyim, yəni çox ciddiyə almazdım ya da işləməzdim. Deyirdim, amma o da indi kitabdır, onun haqqında danışmışam, niyə sevmirəmsə o kitabı. Bu kimi, amma belə yəni çox ciddi bir peşmançılıq, səhv, belə bir şey olmayıb. Çünki mən həmişə, belə deyim, hədəflədiyim şeyi işləyib bitirən biriyəm. Yəni hədəf qoyduğum hədəfə həmişə çatan və onu belə deyək, yerinə yetirən biriyəm. Yəni eləmədiyim, ona görə sonradan peşman olmurdu. Amma kiçik peşmançılıqlar əlbəttə ki olurdu. Məsələn, özümə hədəf qoyuram ki, Novruz bayramıdır, tutaq ki 10 gün evdəyik də, hər gün bir xeyli dərs oxuyacağam, bütün tapşırıqları əvvəldən işləyəcəm, artıq dərslər başlayanda mənim üçün rahat olacaq. Amma bəzən olurdu ki, məsələn 10 günün 4 günün tam istirahət alaraq keçirdim. Sonradan peşman olurdum ki, bax o 4 gün mən dərs işləsəydim indi nə rahat olardı da, yəni belə şeylər oldu. Amma çox belə böyük bir peşmançılıq olmuyor. Peşmanlıq daha doğrusu, peşmançılıq olmaz. 7. Sınavlarda ortalama neçə bal topluyordun? Sınavlarda ortalama buraxılış imtahanlarında 280-dən yuxarı yığırdım. 280 neçə, 290 neçə, belə 301 dəfə yığmışam. 270, bəzən də 270-ə kimi düşürdü, amma ondan aşağı olmurdu. Ən aşağı 270-lərdə. Blok imtahanlarında isə belə bəzən aşağı olurdu, 360-lara kimi düşürdü. Ortalama da yenə 380-dən yuxarı olurdu blok imtahanlarında. 8 gün ərzində istirahətə nə qədər vaxt ayırırdım? Bu da dəyişir əlbəttə ki, hazırlıq müddətindən asılı olaraq dəyişən bir şeydir. Ortalama olaraq desək, hazırlıq müddətində gün ərzində istirahətə o qədər də vaxt ayıra bilmirdim. Belə sırf istirahət edib nəyi nəzərdə tutduğumuzdan asılıdır əslində bu. Belə uzanım, istirahət alım, heç nə eləməyim, elə şey eləmirdim, çox vaxt telefonla istirahət alırdım, belə deyək də, indi müasir dövrün gəncləri telefonda belə deyək. Vaxtım keçirdi boş vaxtlarımda, belə ortalama 2-3 saat. İndini nəzərdə tutmuram, yəni hazırlıq müddətində 2 saat, 3 saat. Bəzən elə olurdu ki, çox ümumiyyətlə baxımdan 1 saat bəlkə də olurdu. Çünki ümumiyyətlə vaxtım olmayan günlər olurdu. Məktəbə gedib gəlirdim, saat 2-də evə çatıb, o 1 saatda tələm-tələsi yemək yerdim, kursa gelirdim. Kursdan gəlirdim axşam 9-a işləmiş, çatırdım evə. O biri gündə ikinci gün yenə kurs var, məktəb var. Tez həmin o aralıqda 3 saatda nə elədimsə dərs oxuyurdum. Yəni ümumiyyətlə istirahət almadığım vaxtlar da olurdu, həqiqətən dəhşət yorulduğum vaxtlar. Amma kurs olmayan günlər, məsələn 3-5-ci günlər, bazar günləri istirahətimə vaxt ayırırdım, yəni 2 saat, 3 saat, 4 saat, 5 saat belə ayırırdım. Amma əlbəttə dərsi də oxuyurdum. Dəyişir yəni, bu da dəqiq bir bu qədər vaxt ayırdım deyə bilməyəcəm. 9. Diqqətsizlik səhvlərin olurdu mu? Əlbəttə ki olurdu. Amma məndə o qədər də çox olmurdu. Olurdu mu? Olurdu həqiqətən. Peşman olurdum. Məsələn, yenə də olub da, əsas buraxılış imtahanında da oldu, blok imtahanında da oldu. Həmişə olur yəni. Buraxılış imtahanında nə oldu? Azərbaycan dilindən qapalı sualda deməli uyğunluğu istəyir, ya uyğunsuzluğu istəyirdi deyəsən. Mən deməli belə elədim də, birinci fikri oxudum, baxdım ki, hə bu birinci fikir uyğunsuz fikirdir. Deməli bunu götürdüm biri. Artıq şərt ağlımdan çıxdı, ikinci fikri oxudum. İkinci fikir uyğundur. Onu da götürdüm.
ən başda birinci fikri uyğunsuz götürdüm. Artıq sualın o tərəfində ancaq uyğunları götürmüşəm. Yəni o şərt bir sualın ortasında şərt yaddan çıxıb belə eləmişəm. Vaxtım da qalmadığına görə, tələsdiyimə görə də sualı bir dəfə də qayıdıb çeyə bilməmişəm. Elə yazıb bitirən kimi nişanı keçmişəm ki, vaxt gedirdi. Birlikdə buraxmışıq, bizdə biraz vaxt aparan oldu. Elə bir səhv. Riyaziyyatda 3 bucağın sahəsini hesablayanda tərəflər bir-birinə vurmuşam. 2-yə bölmə yadımdan çıxıb. Belə bir səhv olmuşdu. Ona görə də 295,4 topladım. Onlar olmasa 300 olurdu. Blok imtahanları informatikadan bir dənə qapalı sualda deyəsən, ədədlərin özlərini cəmləmişəm, indekslər cəmini soruşurdu. Ya da indekslər cəmini mən hesablamışam. Ədədlərin özlərini soruşmuşdu ola bilər. Elə bir mexaniki bir səhvim oldu xırda. Ona görə də blokda informatikam 87 gəldi. 91 gələ bilərdi əgər o olmasaydı. Nəysə, yəni diqqətsiz səhvləri olurdu. 10-cu sual. 10-cu sinifdə nə qədər sınağa getmisən? Ümumiyyətlə bizdə kursda hər ay sınavlar olurdu. Bir xeyli sınağa getmişəm. Ümumiyyətlə bir 9-10 sınağa getmişəm yəni ümumiyyətlə. O qədər olmasa da bəlkə 8-9 sınaq olurdu yəni ümumi il boyunca. 11 buraxılışa yoxsa bloka daha çox üstünlük verirdin? 10-cu sinifdə hər ikisinə önəm verirdim. 11-də bloka üstünlük verdim. Bir şey etiraf edeyim. 11-ci sinifdə mən Azərbaycan dili və ingiliscə demək olar tapşırıq işləməmişəm. Bunu etiraf edeyim. Yəni bloka daha çox üstünlük verirdim 11-də. 10-da isə hər ikisinə üstünlük verirdim. Belə. Niyə 11-də buraxılışa o qədər üstünlük vermədim? Çünki mən buraxılışa artıq 9-da da, 10-da da hazırlaşdım. 10-cu sinifdə ümumiyyətlə üstünə düşdüm buraxılışı tam elədim ki, 11-də bilirdim ki, mənim çətin olacaq. Ona görə 10-da mən Azərbaycan dili və ingiliscəni tam bitirdim, tam proqramı bitirdim. Hər iki toplu bitdi hər ikisindən. Tam bağladım ki, yəni ürəyim rahatdır, mən tam hazıram buraxılışa. Mənə 10-cu sinifin sonunda elə bu buraxılış imtahanı qoysalar, yenə eyni şeyi yazardım yəni. Riyaziyyat üçün deyə bilmərəm, çünki hələ orada FRM falan işləməmişdim. Amma ingilis və Azərbaycanı tam bitirdim, yəni yığışdırdım 10-cu sinifdə mən. 11-də ona görə də ehtiyac qalmadı. Bloka önəm verim 11-də. 12-ci sual. Gündə neçə saat riyaziyyata vaxt ayırırdım? Bu da yenə dəyişirdi. Amma riyaziyyat mənim ən çox vaxtımı aparan fənlər idi. Bəzi günlər 4-5 saat vaxtımı riyaziyyat aparırdı. Bəzən ümumiyyətlə həmin gün riyaziyyat işləmirdim. Başqa dərslər olurdu. Bəzən də 2-3 saat. Yəni həqiqətən dəyişirdi yəni. Amma riyaziyyat ümumi olaraq desək, bu çox vaxtımı aparan fənlərdən idi. 13. Motivasiyan olmayanda necə dərsə başlayırdım? Motivasiyam olmayanda necə başlayırdım dərsə? Başlayırdım da, yəni deyirdim ki, hə, mən bugün motivasiyam yoxdur, bugün bu tapşırığı işləməsəm, sabah ikisini bir yerdə işləməli olacağam, üst-üstə gələcəm, mənim üçün ümumiyyətlə əziyyət olacaq. Ona görə də özümü bir təhər razı salıb eləyirdim. Olurdu bəzən həvəssiz olduğum vaxtlar, amma çox vaxt, yəni belə deyim, o disiplinimdən onu mən həll edirdim. Yəni mənim motivasiyam yoxdur deyə, hə, 3-4 gün dərs yazmayım, ancaq uzanım, yatım ki, pis, həm mən yaxşı, belə şeylər olmurdu. Yəni mən özümü idarə edib o şeyi belə deyim, işləyirdim yəni. O şəraiti yaradırdım özüm üçün ki, işləyim. 14. İmtahanda necə fikrini toplaya bildin? Necə toplaya bildim? İmtahanda fikrimi toplaya bilmək üçün ümumiyyətlə mən dediyim kimi əvvəldən mən çox sınavda iştirak etmişəm. Bəlkə vaxtı kimi bir uşaqlıqdan da bu yana saysa bir 50-yə yaxın sınavda iştirak eləmişəm. Yuxarı siniflər saysa hərsə bir 30 dənə sınavda olmuşam bu vaxta kimi. 9-11-ci sinifdə. Ona görə mən o şəraitə hazıram. O mühitə hazır olduğuma görə mənim üçün orada ciddi bir problem olmurdu. Bunun üçün xüsusi bir şey eləmirdim yəni. 15-ci sual. 7-ci sinifdə nə qədər oxuyurdun? Yox, 7-ci sinifdə necə oxuyurdun? 15-ci sual. Bilmirəm bu sual niyə gəlib. 7-ci sinifdə yaxşı oxuyurdum. Hətta 7-ci sinifdə Respublika fənn müsabiqəsində fizikadan qızıl medal qazanmışdım. Bunu da qeyd edeyim. 7-də yaxşı oxuyurdum ümumiyyətlə. Mən ümumiyyətlə bütün siniflərdə yaxşı oxumuşam. Bir də 11-ci sinifdə məktəb fənləri biraz qıraqda qaldı, amma heç nə olmaz. 16-cı sual. Gündə hər fəndə nə qədər vaxt ayırdın? Artıq bu sual yordu məni. Hər fəndə gündə nə qədər vaxt ayırdım? Bu da həqiqətən dəyişirdi. Ən çox riyaziyyata vaxtım gedirdi, fizikaya vaxtım gedirdi əsasən. İnformatika nisbətən az olsa da, ümumi desə informatikaya da vaxt ayırırdım. Azərbaycan dili, ingilis dili nisbətən az vaxtımı aparırdı. 11-də ümumiyyətlə az vaxtımı aparırdı. 10-da Azərbaycan dili vaxtımı aparırdı. Çünki bütün Azərbaycan tapşırıqlarını mən 10-da işləmişəm. İngilis dili eyni formada. 10-da işləmişəm hamısını. Yəni gündə hər fənn nə qədər vaxt ayırırdım, bunun üçün xüsusi bir şey deyə bilməyəcəm də. Yəni o sizdən asılıdır. Nə qədər tapşırığınız varsa o qədər. 17. Telefondan istifadə edirdimmi? Əlbəttə ki, istifadə edirdim. Məndə heç vaxt yəni telefon qadağası olsun, ya bir şey olsun, elə şey olmayıb. Yəni bəzi şahidlərdə olur, məsələn, ailəsi telefonu alır, məsələn, balaca telefon falan verir ki, məsələn, vaxtını aparmasın. Düzdür, faydası olan şagirdlər var. Amma məndə elə bir şey olmayıb, çünki mən özüm belə deyim. O disiplinimi qurmuşdum və ailəm də görürdü ki, yəni mən lazım olanda oxuyuram, lazım olanda istirahətimi alıram. Düzdür, istirahətdə bəzən vaxt ayıra bilməsəm də, yəni oxuyurdum da, yəni mənə xüsusi bir məcbur eləmək falan olmayıb. Yəni ona görə mən telefonum da həmişə özümdə oldu. Yəni heç vaxt mən telefondan uzaq durmamışam hazırlıq müddətində. Həmişə məndə olub telefon.
Amma indi istifadə məsələsi ucu baxır istirahət məsələsinə də, yəni daha doğrusu istifadə məsələsi, istirahət nə idi? Bəzən istifadə edirdim, bəzən eləmirdim. Yəni onu özüm tənzimləyirdim. 18 dərslərə görə gecə yuxusuz qalırdımmı? Çox gecələr yuxusuz qalmışam. Həqiqətən burada etiraf edəcəm, çünki bəzən nə olur ki, həqiqətən çatdırmırdım. Hətta hansısa bir gün 6-ya kimi dərs oxumuşdum gecədən. Həmin gündə məktəbə getməmişdim. Vərəqə yazmışdım ki, bugün məktəbə getməyəcəm, məni oyatmayın. Bunu yazıb qoymuşdum stolun üstünə, yatmışdım ki, məni oyatmasınlar, səhər dərsə getməyəcəm, çünki 6-da yatmışam. Belə, yəni yuxusuz gecələrim olurdu, amma belə daha deməyəcəm ki, yəni hər gecə 6-da yatırım, yox, arada bir olurdu. Belə ortalama 2-yə kimi belə dərs oxuyurdum, əksər günlər yatırdım. Bəzən 3-ə 4-ə kimi getsə də belə, yəni yuxusuz gecələrim olurdu. Yuxu üçün çox darıxırdım. Həqiqətən yuxunun qədrini bildim mən 11-ci sinif hazırlıq müddətində. Həqiqətən məktəbdən gəlirdim, o kursa gedəndə maraqlı bir 20 dəqiqə, 10 dəqiqə yatırdım. O yerini, yəni heç nə verə bilməzdi. Yəni o yuxu həqiqətən super idi. 19. Dərsləri daha effektiv öyrənmək üçün nə edirdin? Daha effektiv öyrənmək üçün bu saat haqqında çox danışmayacağam. Videolarımda var. Hər fənni necə öyrənmək olar? Effektiv öyrənmək üçün hər fənnin özünə məxsus bir texnikası var. Yəni riyaziyyatı anlayaraq, yazaraq öyrənmək, dərinliyinə kimi məntiqini tutaraq öyrənmək, ingilis dilində sözləri məsələn ağlında nə-nəsə əlaqələndirərək öyrənmək, fizikanı dərk eləyərək öyrənmək, canlandıraraq, gözündə canlandıraraq öyrənmək, informatikanı kompüterdə kod yazaraq öyrənmək, məsələn, Azərbaycan dilinin qaydaları mənimsəyərək öyrənmək, əzbərləmədən tətbiq edərək öyrənmək və s. Hər fənnin özündə müəyyən bir üsul var. Bu haqda çox danışmayacağam, çünki 682 rubrikasında xeyli danışmışam bu haqda. Hər fənnin üzrə ayrı-ayrı. 20-ci sual. 20. İxtisas qrupuna aid olmayan fənləri oxuyurdummu, summativlərə hazırlaşırdımmı? 10-cu sinifə kimi belə deyim, mən ixtisas qrupuma aid olmayan fənlərin hamısını oxumuşam, 10-cu sinifdə daxil. 11-də düzdür, məsələn 10-cu sinifdə ki, mən Azərbaycan tarixi, ümumi tarix, coğrafiya, biologiya, kimya, ədəbiyyat olsun, hamısından dərs danışırdım, bu həqiqətən belədir. 10-cu sinifdə kimi hamısı daxil olmaqla. Yəni tarixdən mən mövzu danışırdım 10-cu sinifdə. Hər dərs olmasa da, yəni belə deyək də, hər 2 dərsdən birində danışırdım. 9-da 8-ə kimi falan hər dərs danışırdım. 9-10-da artıq imtahanlara görə belə azaldı. 11-də ümumiyyətlə müəllim də sağ olsun güzel şeylərdi. Bu videonu izləyirsə Pərvanə müəllim 11-ci sinifdə biraz azaltdım tarixi. Məsələn coğrafiya olsun, biologiya olsun, bunları 10-cu sinifə kimi oxumuşam. Yəni 10-cu sinifdə daxil olmalı oxumuşam. 11-də müəllimlərim güzel şeylədilər və buna görə də belə deyək. 11-də artıq sırf imtahan fənlərimə hazırlaşdım. Yəni ilin əvvəllərində biraz tarix, biologiya, coğrafiya oxudum, amma sonradan artıq gördüm çatmırdı, alınmır o imtahan gəlib çatıb. Yönəldim onlara, müəllimlərim də sağ olsunlar güzel şeylədilər, çünki bilirdilər ki, əziyyət çəkən şagirdəm. Nəysə, belə yəni. Summativlərə hazırlaşırdım bu deyir bir də. Bacardığım qədər hazırlaşırdım, amma nə yalan deyim, çox ciddi hazırlaşa bilməmişəm 11-ci sinif hazırlığımda. Məsələn, tarixə falan çox vaxt ayıra bilmirdim, həqiqətən coğrafiyaya falan. Amma bacardığımı eləyirdim də, yəni amma çox ciddi belə deyim, üstünə düşə bilmirdim. 10-cu sinifə kimi amma hazırlaşmışam. 10-cu sinifdə də 10-cu sinifdə kimi məsələn coğrafiya olsun, biologiya olsun, tarix olsun, belə deyim, müəyyən bir şeyim var idi. Məsələn, dəftər falan tuturdum, tarixdən qeydlər falan yazırdım, öyrənirdim həqiqətən. Ciddi mən hazırlaşırdım. 11-də biraz kənara qoymalı oldum amma. Nəysə. 21-ci sual. İngilis dilindən sözləri necə öyrənirdin? Əlaqələndirərək söz öyrənmək üçün hər hansı öz texnikası olmalıdır və ya məcbur deyiləm də başqasının texnikasından istifadə edə bilərsiniz. Amma yəni mən necə öyrənirdim? Məsələn, yeni bir söz öyrənmişəm tutaq ki, məsələn nə deyə bilərik? Bugün öyrəndiyim sözlərdən bir dənə deyim. Look down on məsələ üçün. Kiməsə yuxarıdan aşağı baxmaq. Look down on. Məsələn deyirəm ki, I never look down on people who are less educated. Məsələn, aşağı təhsilli olan insanlara heç vaxt yuxarıdan aşağı baxmamışam da, tutaq ki, belə bir cümlə quraq. Məsələn, look down on hələ də yadımda qalıb, bayaq öyrənmişdim. Yayda özüm üçün eləmişəm, ingilisdə nisbətən yuxarı səviyyəli sözlər öyrənən, çox işlənən phrasal verblər falan. Məsələn, bu söz yadımda qalıb hələ də, bu dəqiqədə yadıma düşdü. Çünki onu belə deyək, öyrənərkən, öyrəndiyimi qarşılıqlı mənası olsun. Belə deyək ki, ağlımda cümlələr quraraq öyrənirəm mən. Mənim texnikam budur. Onu öyrəndə ağlımda cümlələr qurdum, nümunələr işlətdim, dəftərə bir-iki qeyd yazdım bu formada. Yəni o söz üzərində işlədim belə deyək, öyrənib keçmədim. Ona görə o sözə məruz qaldım sanki. Ona görə buradan da yaxşı formada yadımda qaldı. Amma indi hərənin öz öyrənmə texnikası var da. Burada biri belə öyrənir, biri sözü çoxlu deyərək öyrənir. İndi hərənin bir texnikası. Mən də belə öyrəndim. Yəni cümlədə işlədərək, sözü tətbiq eləyərək. 22. Hazırlıq müddətində məktəbdə dərs buraxırdımı? Bəzi günlər buraxırdım. Amma ortalama olaraq həftədə 3 gün ya 4 gün dərsi gedirdim.
4 olmasaydı 3 olurdu. 5 gün idi bizdə məktəb 5 günlük. Hər həftə ən azı 3 gün dərsə gedirdim yəni. Buraxılış imtahanını verəndən sonra o buraxılış blok arasında ümumiyyətlə məktəbə daha çox getdim. Həftədə ortalama 4 gün gedirdim çünki artıq dərslər biraz azalmışdı. Təkrarlar idi əsasən. 23-cü sual. Günlük dərs rutinin necə idi? Günlük dərs rutinim necə idi? Səhər məktəbə gedirdim. Səhər məktəbdən gələndən sonra günorta kursa gedirdim, gəlirdim. Kursdan gələndən sonra axşam 3-4 saat vaxtım qalırdı. O aralıqda dərs oxuyurdum. Bəzi günlər evdə olurdum. Məsələn 3-5-ci günlər təkcə məktəb olurdu. Məktəbə gedirdim, gəlirdim. O həmin aralıqda dərs oxuyurdum ancaq. Başqa bir şey eləmirdim. Bazar gündəki bütün gün boş olurdum. Çalışırdım ki, tez oyanım, dərs oxuyum, amma oyana bilmirdim. Yatıb qalırdım. Qalan vaxtlarda yeni dərs oxuyurdum belə. Bəzən də elə olur ki, məktəbə getmədiyim günlər olur, ta ki 3-cü gün. Məktəbə getməmişəm, bütün gün boşam. Yatıb qalırdım, amma yatmadığım günlər yenə dərs oxuyurdum. Yəni rutin xüsusi bir şey burada deyə bilməyəcəm. Yəni ortalama belə dərs oxuyurdum qısaca. Bu qədər. Yəni belə də xüsusi bir şey eləmirdim. Yəni rutinim bu formada olurdu ki, boş vaxtım qalan müddətlər dərsdə olurdum. Dərsdə olmadığım müddətlərdə evdə dərs oxuyurdum. Yəni belə olurdu. Hazırlıq müddətində biraz daha ciddi yanaşırdım. 24-cü sual. Hansı sınaq imtahanlarında iştirak edirdin? Bizdə uğur kursunun sınavları hədəf ilə olurdu. Hədəf kursunun sınavları idi. Özüm evdə belə güvən otikada işləyirdim. 25. Hansı ixtisas universiteti hədəfləmisən? Bakı Ali Neft Məktəbi, informasiya təhlükəsizliyi. İxtisas seçiminin cavabları çıxsın. İnşallah o haqda bir video çəkəcəm yəqin ki. Hara qəbul olmuşamsa. Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyini istəyirəm. Ora alınmasa kompüter elmləri inşallah. Yəqin ki, informasiya təhlükəsindən düşəcəm. Çünki mənim balım 682,5-dir. Keçid balı keçən il 681 olub. Bu ildə Mələkə Abbaszadə deməli qeyd eləmişdi ki, 1-2 bal emmə gözlənilir. Ona görə də yəqin ki, düşəcəm, inşallah ki, düşərəm. Çünki informasiya təhlükəsizliyi istəyirəm özüm. 26. Testlər çox olanda hamısını özün yazırdın mı? Burada biraz səmimi olmaq lazımdır. Xeyr, özüm yazmırdım hamısını. İndi baxır hansı fəndən. Məsələn, 10-cu sinifdə hamısını özüm yazmışam. Azərbaycan dili, riyaziyyat, ingilis dili, fizika, informatika hamısını özüm yazmışam. 11-ci sinifdə Azərbaycan dili, ingilis dilində bəlkə biraz yazmamalar ola bilər. Çünki artıq onda onları mən işləmişdim, bitirmişdim. 11-də rahat idim. Bəzən deməyim, əksər onları işləmirdim. Çünki bilirdim. İşləmişdim onda, bazılarını qurmuşdum. Amma 11-ci sinifdə riyaziyyat, fizika, informatikanı yenə tam işlədim yəni təkrar kimi. Çünki əsas önəmli fənlər hesab edirdim onları özüm üçün. Belə. Amma bacardığım qədər özüm yazırdım yəni. Məsələn, bəzi şahidlər olur. Məsələn, köçürür tapşırığı, gedir, yoxlayır, qalır orada. Məndə elə bir şey, belə deyim, baxın necə olub. Tutaq köçürmüşəm, bax 100 dənə tapşırığı mən. Öz-özümə sual verirəm. Mən bu bölməni heç işləmişəmmi bundan əvvəl? Yəni düşünürəm ki, bundan əvvəl 9-da da işləmişəm ciddi şəkildə. Onda da elə-belə yox. 9-da mən bunu ciddi işləmişəmsə, bu il mənə köçürmə icazə var. Amma elə bir bölmə olsun ki, mən bunu ömrümdə işləmişəm. Mən onu heç vaxt köçürmərəm. İşləmədiyim bir bölməni, yəni köçürüb gedim, elə bir şey yox. İşləməmişəmsə heç onu mütləq işlədim. Yəni informatika məsələn 2, 10-da da 11-də də tam işlədim. Toplumun bir-bir bütün sualları işləmişəm. Fizikada eyni qaydada, riyaziyyatda eyni qaydada. Amma Azərbaycan ingilis dili 9 və 10-da işləmişdim, toplayıb bitirmişdim. Artıq 3-cü dəfə artıq olurdu deyə orada artıq işləməməyə qərar verdim tapşırıqları. Belə. 27. Bəzən də test çox olurdu, ümumiyyətlə çox olurdu. Bir hissəsini yazırdım, bir hissəsi qalırdı. Müəllim güzəştə gedirdi, gələn dəfə tamamlayırdım, amma saxlamırdım testləri. 27. İmtahanlarda stres yaşadım mı? Buraxılışda yaşadım. Hətta birinci blokda da yaşadım. Çünki buraxılışda gördüm ki, artıq axırda imtahanın bitməsinə 1 saat qalıb, məndə də suallar qalıb. Orada bir stres yaşadım. Amma yaxşı ki, saat var idi qolumda və saata baxa-baxa idarə elədim vaxtı və çatdı. Əksəriyyət o problemi yaşayır ki, qolumda saat olmayıb və saat olubsa da eləməyib, yəni. Vaxtı tam idarə eləyə bilməyib. Bir də görüb ki, imtahan bitməsinə 20 dəqiqə qalıb, mənə kodlaşdırma qalıb, heç nə edilməmişəm. Belə şeylər yaşayanlar olub. Məndə çox şükür ki, o belə deyim, çatdıra bildim. Çünki mən özüm vaxtla işləyən biriyim. Evdə dərs oxuyanda vaxtla işləyirəm. İmtahanda da belə deyim, hər 3 dəqiqədən 1-2 dəqiqədən saata baxıram. Məsələn, riyaziyyatda birinci sual işlədim, saata baxıram. 2, yenə 3. Hər şey bir imtahan boyunca nə qədər olur? 300 dəfə saata baxıram da, yəni. Bəlkə də çox dedim, 200 dəfə, 100 dəfə belə çox saata baxıram mənim imtahanda. Belə hər sual yazanda demək olar ki, belə baxıram. Dəqiqədən baxıram ki, idarə etməni itirməyim də. Bəzən olur ki, 1 saat keçir imtahandan sonra baxır ki, hə, 1 saat nə vaxt keçdi, mən riyaziyyatda indi isinişirdim belə deyək. Ona görə nəysə, suallara getdi. Stres yaşadım mı? Bəli, yəni stres yaşadığım anlar oldu, amma özümü belə toparlaya bilmişəm. Birinci blokda da biraz orada çatdırmama təhlükəsinə rastlaşdım. Kodları tələsik yazdım informatikada.
Ona görə tam bal ala bilmədim. Nəysə. Amma stres oldum yəni həmin anda. Sonra 28 riyaziyyat bazen var idi, yoxsa sonradan azlaşdım. Bazen var idi, dediyim kimi məktəb dərslərini oxumuşam. 29 YouTube'dan video izahlara baxırdım mı? Çox baxırdım. Fizikadan xüsusilə çox baxmışam. Riyaziyyatdan da başa düşmədiyim suallar olanda izaha baxırdım. İnformatikadan da baxırdım, Azərbaycan dilinin hamısından baxırdım lazım olanda. Düzdür, kursda da keçəcəm. Bəzən nə olur ki, sual məsələn maraqlı gəlib, saxlamaq istəmirəm də, ötmək istəmirəm. Dedim görəsən bu həll nədir? Baxırdım. Köməyi dəydi YouTube-un mənə. 30 təkrarı necə edirdin? Təkrarı necə eləyirdim? Təkrarı eləmək üçün baxın indi hansı fənnə. Məsələn, Azərbaycan dili ingilisdən xüsusi olaraq belə deyək, cədvəl qurum, təkrar eləmək yox. Məsələn, Azərbaycan dilində açırdım ümumi hədəfi məsələn. Belə bilirdim ki, bu mövzunu bilirəm, sifət qaydaları bilirəm, cümlə özürləri, bəs mübtəda xəbər, belə ümumi Azərbaycan dilində çox belə ciddi bir şey eləmirdim. İngilis dilində də yenə Azərbaycan dili kimi riyaziyyatda əsasən düsturları təkrar edirdim. Çünki belə deyək, düsturlar yaddan çıxır da bəzən. Belə qalan yerlər yadında qalır, təkrar ehtiyac duyur. Məsələn, kəsrlər təkrar ehtiyac duymayan mövzudur, məncə natural ədlər deyil. Sonra hansı mövzu? Məsələn, həndəsə bölmələri ümumiyyətlə təkrara belə deyək, əsasən ehtiyac yoxdur, amma düstur olan yerlər var ki, onlar lazım olur bəzən. Məsəl üçün başqa tənliklər təkrar ehtiyac qalmırdı. Funksiya bölməsində məsələn mən təkrar eləmirdim heç vaxt. Çünki bilirdim də, yəni həqiqətən mən məsələn düstursuz bölmələri ümumiyyətlə təkrar eləmirdim. Çünki anlayaraq öyrəndimsə bir dəfə mən onun yadımdan çıxmır. Amma məsələn trigonometriya falan tez-tez təkrar edirdim riyaziyyatdan ki, düsturdur əsasən. Fizika necə edirdim təkrarı? Hikmət Mehdiyevdən oxuyurdum ümumi. Tez-tez bir aydan bir, belə deyək, bir aydan bir mövzunu öyrəndikdən sonra açırdım bir dənə ümumi baxırdım. Hər mövzuya qısaca vərəqləyib baxırdım. Buranı bilirəm, buranı bilirəm. Buradan çıxıb ki, baxıram belə. Belə yəni bu tip. İnformatikada yenə o qaydada dinin kitabını təkrar edirdim. 31-ci sual. Yuxu rejimin necə idi? Yuxu rejimim heç yaxşı değildi. Razı deyiləm yuxu rejimdən, amma idarə elədik bir təhər. Yuxu rejimim dəyişirdi, yəni həqiqətən sabit bir mənim belə bir sistemim yox idi. Yəni bu deyə bilməyəcəm. Bəzən olurdu ki, çox yorğun idim. Məsələn, tətilə çıxmışam, saat 11-də yatıram. Bəzən olurdu ki, 6-da yatırdım, səhər 6-da. Bəzən olurdu ki, 3-də, 4-də yatırdım. Bəzən olurdu 2-də, bəzən 1-də. Yəni sabit bir yuxu rejimim yox idi. Baxırdı həmin günkü dərs yorğunluğuna da. Amma çalışırdım ki, o yata bilmədiyim gecələri sonradan kompensə eləyim, yəni başqa bir gün. 32. Heç olubmu ki, nəticən aşağı olsun? Bəzən olub, amma dəhşət aşağı bir nəticə məndə heç vaxt olmayıb. Məsələn, buraxılışda arada bir olurdu, 260-a falan düşürdü nəticəm. Amma ümumi olaraq çox az, yəni arada bir, nadirən. Summativlərdə falan olurdu, amma məktəbdə nəticəm aşağı, arada bir. 33. Sosial şəbəkələrdən istifadə edirdimmi? Edirdim. Deməli, Instagram çoxdan işlədirəm. Yəqin bir ildən çoxdur, yəni 11-ci sinif hazırlıq müddətində Instagramım olub, yəni Facebookda olub, YouTube, OH, WhatsApp, belə yəni istifadə eləmişəm yəni. Məsələn, belə eləyənlər var da, imtahan yaxınlaşır, Instagramı silib ki, mane olmasın, mən də elə şeylər eləmirdim heç. Çünki şagird özünü idarə eləyə biləndən sonra onu silməklə bir şey yoxdur. Eləsi var ki, yəni Instagramı silir, özünü idarə eləyə bilmirdi, YouTube'dan short videolara baxır, belə. Yəni o özünü idarə etməkdən asılıdır. Özünü idarə edə bilən şagird belə deyək, o hədəf yönümlü şagird, bacaran şagird 100 dənə də sosial media orada olsa, mesaj gəlsə onu qulaq asın ki, dərsini yazacaq. Yəni o şagirddən asılıdır. Mən yəni istifadə eləmişəm sosial şəbəkələri. 34. Riyaziyyat və fizika hazırlıqlarına neçənci sinifdən başladım? Riyaziyyata 9-dan, fizikaya isə 10-dan başladım. Amma bunu da deyim ki, bazamda mənim güclü idi, ona görə mənim üçün ağır olmadı o qədər. 35. Dərslərini mükəmməl şəkildə yerinə yetirməyinin və öyrənməyinin sirri nədir? Xüsusi bir sir yoxdur burada. Sadəcə bazam yaxşı olub, mənim məktəb bazam güclü olub. Çox çalışmışam, əziyyət çəkmişəm və belə deyək, sistemli şəkildə oxumuşam, yola verdə oxumamışam. Öz belə deyim, mənim qaydalarım olub. Məsələn ki, ömrümdə məsələn heç işləmədiyim bir bölməni məsələn heç vaxt köçürməmişəm, ya ən azı hər bölməni 2 dəfə işləmişəm. 10-da 11-də məsələn 9-da və ya 10-da məsələn 2 dəfə işləmişəm üst-üstə və yaxud məndə belə bir xasiyyət var idi ki, bir bölmədə məsələn 105 dənə sual var, 90 dənəsini yazım qanunu çatmadı, elə şey heç vaxt eləməmişəm. Yəni tam bitirmişəm də, yəni məndə o xasiyyət var idi. Məsələn riyaziyyatda olsun. Test yığılıb qaldı, ta ki 500 dənə testim var riyaziyyatda, uşaqlar qabaqdadır. Məndən icazə verin, mən bunları bitirmədən keçə bilməyəcəm o biri bölməyə. Mən onları qoy işləyim də, yəni mənə icazə verin, qoy geridən gəlsin ki, çatım. Bir oturub işləyim, yəni boşluq buraxmırdım. Bu mənim şeyim idi ki, belə deyim.
mən özümə qaydam edim, mən o ürəyim rahat olmurdu. Yəni orada sual qalıb mən keçim. Ya burada sual qalıb mən başqa bölməni işləyim, sonra qaydaram, elə də eləmirdim. Bu bitsin elə keçirdim. Yəni məndə elə bir şey var idi. Mükəmməlliyətçilik deyək də belə. 36. Telefon dərslərinə mane olurdumu? Çox yox, amma bəzən olurdu. Bəzən çox baxırdım telefona, peşman olurdum ki, baxmayım, arada bir olurdu, amma çox yox. Özümü çox vaxt idarə edirdim. Bəzən amma olurdu, yəni. Heç yaşanmayıb da deyə bilməyəcəm. 37. 9-cu sinif buraxılış imtahanı neçə bal toplamışdın? 297.1 bal. Azərbaycan dili balımı qırdı orada. 38. Yuxudan əlavə gündə neçə saat istirahət etməyi məsləhət görürsən? Gündə 2-3 saat istirahət alın da, yuxudan əlavə. Sırf özünüzə vaxt ayırın, hazırlıq müddətində əlbəttə ki. 39. Bütün hazırlıqların əyani olub, yoxsa onlaynda var idi? Hamısı əyani olub məndə kursda. İnformatik müəllimimiz məzuniyyətə çıxandan sonra ilin sonlarında onlayn keçdi, ondan başqa belə onlayn dərsə qoşulmamışam, yəni ondan başqa. 40. 10-cu siniflərə nə tövsiyə edirsən? 10-cu siniflərə nə tövsiyə edirəm? 10-cu siniflər çox çalışsınlar. Məsələn, mən 10-cu sinifdə 11-ci sinifdən daha çox əziyyət çəkmişəm. Bunu deyirəm, hər dəfə də bunu qeyd edirəm. Onda mən həqiqətən özüm də bilirəm ki, ciddi şəkildə çalışdım, əziyyət çəkdim. Azərbaycan dili, riyaziyyat, ingilis, fizika, informatika 5 fənnin 5-ində hər iki toplusun, bir də informatika bir dənə toplu var. Yəni bütün materialı bacardığım qədər getdim də, yəni Azərbaycanla hər iki toplunu mən 10-cu sinifdə bitirdim. Tam da yəni heç bir köçürmə eləmədən həqiqətən deyirəm bunu. Hər iki toplu tam bitdi onda məndə. İngilislə hər iki toplu tam bitdi. Düzdür, ilin sonunda ikinci hissələrin axırları qalmışdı. Oturub yayda işlədim olar ki, tam bitsin qoyum qırağa. Həqiqətən onu edim. Oturub ingilislə bir-bir orada word definition nə bölməkdirsə o sonlarda olanda, yəni leksikaya aid xüsusi bölmə, biraz yoran bölmələr var idi. 1-ə A, 2-yə B yazılan var idi uzun. Həmin bölmə oturub bir-bir işlədim məsələn. Sinonim olsun, antonim olsun, choosing the appropriate word olsun, həmin bölmələri bir-bir yəni işlədim, bitirdim, qoydum qırağa onda mən. Riyaziyyatdan 10-cu sinifdə mən hara kimi gəlmişdim? Logaritm tam bitdi. Logaritm birinci hissə tam bitmişdi onda. Cəbr hissəsindən də logaritmi tam bitirdim, qoydum. Bir də həndəsədən də müəyyən mövzular işləmişdik belə. Fizikadan da sərbəst elektromanyetik rəqslərə kimi tam gəldim 10-cu sinifdə, orada dayandım. İnformatika isə tam proqramı bitirmişdim 10-cu sinifdə. Yəni mən belə deyirdim, 10-da artıq əksər proqramı bitirmişdim. Mən 11-ə çox yüksək saxlamamışdım. Ona görə mənim üçün rahat oldu. Ona görə onlara ən böyük tövsiyəm odur ki, 10-da bacardığınız qədər çalışın, 11-də rahat olsun. Mən indi çox belə deyim, öz-özümə deyirəm ki, yaxşı ki, mən onda 10-cu sinifdə o əziyyət çəkdim, yoruldum, 11-də rahat oldum məndə. Həqiqətən 11-də mən üstümə çox belə deyil, təzyiq düşmədi 10-dakı qədər. Düzdür, stres olurdu, amma çox da yox, 10-cu sinifdəkindən daha az. 41. İmtahanda kodlaşdırmanı nə zaman edirdin? Ən sonda edirdim mən. Əvvəldə eləməmişəm heç vaxt yəni. Deyəcək və sona saxlayırsan, qorxmurdummu ki, çatmaz birdən? Yox, qorxmurdum, çünki vaxtı mən idarə edirdim, bilirdim ki, sonda vaxtım qalacaq ona. 42. Hər şeyi ilk dəfədən başa düşürdün, yoxsa bəzi şeyləri gec qavrayırdın? Çox vaxt ilk dəfədən başa düşürdüm, amma bəzi mövzular olurdu ki, gec başa düşürdüm, araşdırırdım 3-4 mənbədən, ondan sonra anlayırdım, olurdu bəzən. Məsələn, Azərbaycan dilində bəzən olurdu, bəzi bölmələrdə, fizikada bəzən olurdu. 43. Niyə kimyanı yox, informatikanı seçdin? Çünki informatika özümə daha yaxın fəndir. İnformatikanı daha yaxşı anlayıram kimyaya nəzərən. Kimyanı məsələn heç cür mən başa düşə bilmirəm, yəni anlaya bilmirəm də o mövzunu. O fənni tuta bilmirəm məntiqin. Məntiqsiz mənə əzbər fən kimi gəlir kimyada. Bilmirəm kimə necə gəlir, amma mən sevmirəm. Yəni bu reaksiyada bu məhdudlanır. Belə nəsə sevə bilmirəm o fənni mən belə deyim, heç cür alınmır kimyadan mən aramda nəsə. Məsələn, fizikada öyrənəndə fizikanın içində kimyaya biraz yaxınlaşan mövzular var ki, o mövzuları mən heç sevmirəm. Əzbər öyrənmişəm kimi gəlirdi mənə. Ona görə informatika ürəkdir həqiqətən. Informatika mənim ixtisasım informatikadır. Nə qədər balım informatikadan qırılsa da, yəni mən informatika sevgim azala bilməz. Çünki gələcəyin fənnidir, lazımlı fəndir, anlayaraq öyrəndiyim fənlərdən biridir. Həqiqətən super fəndir ona görə. 44. İnformatikadan 2 kitab işləyərək necə belə yüksək nəticə topladın? Buraya yazan yəqin ki, hansı kitab, 2 kitab nəzərdə tutub, bir toplu işləmişəm, bir də 20 sınaq OTK. Cəmi bu 2 kitab işləmişəm, başqa işlə işləməmişəm və yüksək nəticə topladım. 90-a yaxın bal. Belə deyək də, necə elədim? Çünki həmin o 2 kitabı mən ciddi şəkildə tam işlədim. Bir-bir, heç bir boşluq buraxmadan. Python'da suallar var idi, məsələn, 3 dənə bölməsi var idi, 6 bölmə. Hər bölmədə 100-dən çox sual var idi deyəsən, 90 var idi deyəsən bəzilərində, nəysə. Bir-bir də hamısını oturub işlədim. Baxmadım, vaxtım gedir. Bir-bir, hamısını dənə-dənə işlədim. Bir-bir, hamısını işlədim, boşluq buraxmadım. 10-da da eyni, 11-də də eyni. Yəni, sistematik şəkildə işlədim. 11-ci sinifdə bir də 20 sınaq kitabını işlədim deyimin. OTK ilə bir yerdə olan kitab qutardı, hazır idim. Yəni,
Kəmiyyət yox, keyfiyyət önəmlidir. Baxın, bu söz çox qəşəng sözdür. Kəmiyyət yox, keyfiyyət önəmlidir. 10 saat oxu, 50 dənə kitabdan işlə, tələsik heç bilmə, düz işlədin, səhv işlədin. 2 saat aç topludan işlə, o topludan işlədin sənə daha çox fayda verəcək. Çünki anlayaraq öyrənmirsən onu. Və yaxud 100 dənə kitab qoy qabağa, hə, tələsik hamısından işlə. Ondan sonra açıb bir dənə toplunu işlə, ciddi şəkildə o qədər, o kitablara vaxtlarına qədər gedib imtahanda daha çox yazacaqsan. Yəni kitab çoxluğundan yox, az kitab işlə, lazımi kitabları işlə. Çox kitab işləyibsə, oradan buradan sistemsiz şeylə işləməyi mən heç tövsiyə eləmirəm belə. 45. İngilis dilinə nə qədər vaxt ayırırdım? İngilis dilinə 11-də az vaxt ayırdım, amma 10-cu sinifdə çox vaxt ayırırdım. 10-cu sinifdə həqiqətən testlərə çox vaxtım gedirdi. 46. Yüksək bal toplayacağına əmin idin, yoxsa bəzi tərəddüdlərin olurdu? Arada bir bəzi tərəddüdlərim olurdu ki, birdən bacarmıram, amma çox vaxt deyirdim ki, niyə bacarmayayım, mən hər şeyi bitirmişəm, topluları işləmişəm, əvvəlki imtahanlarda işləmişəm, yəni bilirəm də nə yapacağam, yəni ona görə çox vaxt əmin idim. Məsələn, buraxılış imtahanından əvvəl özümdən neçə gözləyirdim, hətta 300-də hədəfləmişdim deyə bilərəm, öz-özümə deyirdim ki, mən buraxılışda riyaziyyat zaten mənim fənnimdir, yəni yazacağım 100 olacaq riyaziyyat, Azərbaycan dili niyə 100 olmasın, İngilis dili zaten 100 olacaq, öz-özümə bunu deyirdim. Azərbaycan dilində biraz tərəddüdlərim olurdu bəzən ki, birdən mətnlərdən mən qorxmuşam, amma yaxşı ki, çox bir problem olmadı, yəni istədiyimdən də yuxarı yığdım hətta, mən 682 bal desələr ki, ilin əvvəlində bu qədər bal yığarsan, inanmazdım, yəni gözlədiyimdən biraz yüksək oldu. Gözlədiyim bal nə idi mənim? Deyirdim ki, hə, yəqin 600, məsələn, ilin əvvəl mən ciddi şey edirəm, 10-cu sinifdə hədəfim 650 olub, 11-ci sinifdə hədəfim 660 falan belə olub, yəni. Deyirdim ki, hə, birdən çox yaxşı, birdən bəlkə də yaxşı keçəcək, 670 neçə yığacağım, öz-özümə deyirdim. Artıq blok imtahanına çox yaxınlaşanda dedim ki, 680 niyə olmasın, yəni artıq 682 oldu. Yəni, deyə bilərəm, əmin idimmi, inanırdım, bilirdim ki, yüksək yığacam, belə. Tərəddüdlərim bəzən olurdu, bəzən hamıda olurdu, yəni birdən-birə istərsəniz deyir ki, birdən az olar, amma çox vaxt yaxşı olurdu nəticəm və buna görə dedim ki, niyə yaxşı olmasın ki, yaxşı üçün yaxşı olsun. 47. Həftə sonları əlavə dərs oxuyurdummu? Əlbəttə ki, hazırlıq müddətində həftə sonları əlavə dərs oxuyurdum ki, həftə içində rahat olsun mənim üçün. 48. Hazırlığında 10 yoxsa 11-ci sinif əsas rol oynadı? Çox qəşəng sualdır. Əlbəttə məndə 10-cu sinif əsas rol oynadı. 11-ci sinif demək olar ki, rol oynamadı, çox az rol oynadı. Çünki mən 11-ci sinifin əksər hissəsi məndə təkrar kimi oldu. Çünki onda bitirmişdim axı əksər proqramı. 11-ci sinifin sonlarında biraz yeni şeylər öyrəndim. Fizikada məsələn, riyaziyyatda, törəmə falan, integral. 49. Dərs oxuyarkən musiqi dinləyirdimmi? Arada bir, çox yox. Amma belə qulağıma nauşnik taxıb eləyim yox. Yanımda telefonu qoyurdum, burada qoyurdum musiqini ki, qulağımın içində onda mən mane olurdum, rahat ola bilmirdim. Telefonu burada qoyub mahnını burada yedirdim, musiqi elə. Amma belə deyim ki, belə çox musiqi dinləyə dərs oxuyan biri deyiləm yəni. Məsələn, 100 gün dərs oxusam, məsələn, 98-də mahnısız oxuyaram, ikisində mahnıyla oxuyaram yəni, belə. Çox belə dinləmirdim, amma bəzən olurdu ki, məsələn, həvəssiz idim, xüsusilə riyaziyyat işləyəndə. Deyirəm ki, nəsə yoruluram, həvəs yoxdur. Qoyurdum buradan bir dənə mahnı. İşləyirdim. Sonuncu sual gəlib çatdı. 11-ci sinifdə testləri heç köçürmüsənmi? Bəli, köçürmüşəm. Köçürə gəlib 682 yığdım. İndi zarafat edirəm, yəni özüm bilirdim də, yəni nəyi köçürürəm, nəyi köçürməm. Özüm mən bilirdim ki, nəyi köçürməliyəm, nəyi köçürməməliyəm. Nəyi yazmalıyam, nəyi özüm bilirdim. Yəni ona görə də mənim üçün problem olmadı, yəni köçürmək. Yəni köçürmək də çox pis bir şey kimi yanaşmayın da, yəni indi özü nə elədiyini bilən şagird köçürsə də yüksək bal toplayacaq zaten, yəni. Belə, zaten köçürmə məsələsi, tapşırıq yazma məsələsi haqqında danışmışdım əvvəlki suallarda. Bu qədər. Suallarımız hamısı bitdi. Ümid edirəm ki, sizin üçün maraqlı video olmuşdur. Biraz uzun oldu, düzdür. Burada videonu bağlayırıq. İzlədiyinizə görə təşəkkür edirəm. Gələn videolarda görüşənə dək videonu bəyəndinizsə like atmağı, kanala abunə olmağı unutmayın ki, videoların davamı gəlsin. Hamıya ixtisas seçimində də uğurlar arzulayıram. Sağ olun.